Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Velo Extreme efirdədir. Bugünkü buraxılışda Azərbaycanda ilk velo təlimçi Səhər xanımdan velosiped sürməyin qaydalarını öyrənəcəyik. Xoş gördük Səhər. Xoş gördük. Bugünkü buraxılışda biz həm tamaşaçılara, bizi izləyən izləyicilərə velosiped sürməyin düzgün texniki qaydalarını göstərməliyik. Yeni başlamaq istəyənlər nələrə diqqət eləməlidir? Əsasən də bugünkü buraxılışımız xanımlara aiddir. İstəyirik xanım velosiped sürənlərin də sayı artsın. Yəqin ki, sizin ilk başladığınız vaxtlarda o qədər də xanım velosipedçilər yox idi. Həm siz bu təlimə necə oldu ki, başladınız? Neçə il fəaliyyət göstərirsiniz? Bu vaxta qədər nə qədər tələbəniz olub? Və bu kimi digər və əsasən də velosipedə yeni başlamaq istəyənlər nələrə diqqət eləməlidir? Bu kimi maarifləndirici məlumatlarla tamaşaçılara məlumat verək. Çox sağ olun Ümid bəy. Mən velosiped sürməyi gündəlik həyat tərzimə 2009-cu ildən daxil etmişəm. Hər yerə velosipedlə gedib gəlirdim və çox təəssüflər olsun ki, o dönəmlərdə qız demək olar yox idi. Evdə də təbii ki, hər ailədə olduğu kimi məndə də problemlər yaşanırdı ki, niyə velosipeddən istifadə edirsən, avtomobil daha məsləhətlidir, daha yaxşıdır. Amma mən çox şükürlər olsun ki, daha erkən yaşımda, yəni gənc yaşımda velosipedi həyat tərzinə çevirdim və bu təkcə mənim üçün yox, düşünürəm ki, bir çox insan üçün xoşbəxtçilikdir. Və başladım ətrafımdakı xanımları velosipedə cəlb etməyə. Nəticədə gördüm ki, xanımlar sürə bilmir. Məsələni həll üçün nə etmək lazımdır? Təbii ki, bunları öyrətmək lazımdır. Bəli. Mən də öz üzərimdə işləməyə başladım. Necə velosiped sürmək olar? Nədir insanların velosiped sürməyə qorxu yaradan? Niyə velosiped sürə bilmirlər? Bu yoldan, yəni bu düşüncə ilə yola çıxaraq araşdırdım və tam sərbəst şəkildə velosiped sürməyi artıq xanımlar öyrənə bilər. Tələbələrin sayını nə yalan deyim, bilmirəm nə qədərdir. Yəni sayca bilmirəm nə qədərdir, amma rahat şəkildə xanımlar velosiped sürməyi bacarır. Məqsəd odur ki, yəni kifayət qədər bəylərimiz var və uşaqlıqdan təbii ki, oğlan uşağına velosiped alındığı üçün qızlarda biraz ikinci planda olur və velosiped almırlar, qorxurlar ki, valideyn olaraq təbiidir, bu da istəmir ki, uşağı hər hansı bir zədə alsın. Ona görə velosiped çox xanımlar sürməyi bacarmır. Amma valideynlər bilsə ki, təhlükəsizlik vasitələrindən doğru şəkildə istifadə edəndə, yəni heç bir qorxulu bir hadisə baş verə bilməz. Yəni hər hansısa bir bədbəxt hadisə baş verdiyi zaman da bu təhlükəsizlik vasitələri insanın həqiqətən də həyatını xilas edir. Bəli. Yəni o təhlükənin qarşısını alır hardasa. Bəli. Velosiped sürmək üçün yeni başlayanlara məsləhət verərdim ki, ilk öncə öz boylarına uyğun velosiped seçimi etsinlər. Bəzən bizdə yanılırlar. Məsəl üçün velosipedin xarici görünüşü çox maraqlıdır deyə. Ən çox xanımlarda bu yanılma hissi olur. Maraqlı gəlir və o velosipedi alırlar. Amma idarə etməyə gələndə düzgün yolda, məsəl üçün şəhər velosipedi alırlar, orada nahamar yolda istifadə etdikləri üçün rahat sürə bilmirlər və düşünürlər ki, problem özlərindədir. Yox, əksinə, hansı yolda velosiped sürmək lazımdır və hansı velosipedi almaq lazımdır, onu təyin etsələr, heç bir çətinliyi olmaz. İlk öncə velosiped aldığımız zaman qərar verməliyik. Biz velosipedi harada istifadə edəcəyik? Nə məqsədlə istifadə edəcəyik? Biz velosipedi gündəlik həyat tərzi kimi istifadə ediriksə, təbii ki, daha dözümlü, şinləri daha qalın olan bu dağ velosipedindən istifadə edə bilərik ki, bizim üçün əlverişli olsun. Valideynlərə məsləhət görmək istərdim ki, indi bax, bu uşaqlar görürsünüz, erkən yaşda bu uşaqları pedalsız velosipeddən, yəni balans velosipedindən istifadə edərək daha rahat balanslarını saxlaya bilərlər. Yəni bu balans velosipedindən birbaşa iki təkərə keçib uşaqlar rahat sürə bilir və yıxılma da olmur. Sırf bu velosipedlər velosipedi öyrənmək üçün. Bəli, erkən yaşda daha əlverişli və qətiyyən valideynlər düşünməsin ki, mənim övladım yıxılar, hər hansısa bir qolu sınar, ayağında nəsə bir zədə ola bilər. Qətiyyən o haqda düşünməsinlər. Bu velosipedlər həm insanın beynini inkişaf elətdirir, yəni inkişaf mərhələsində olan uşaqların beynini inkişaf elətdirir, koordinasiyanı daha yaxşı tuturlar, həm də ki, birbaşa rahat iki təkər velosipedi, pedallı velosipedi çevirib sürə bilirlər. Yəni pedallı velosipeddənsə pedalsız velosipeddən öyrənmək daha rahatdır, daha uyğundur. Bəli, başlanğıc üçün daha uyğundur. Əsasən velosiped təlimi bulvarda olur və 20 yanvarda yerləşən veloturikdə keçirilir təlimlərim. Tələbələr daha çox hansını bəyənir?
Təbii ki, velotrek daha professionaldır və görüntü olaraq tələbələr üçün daha maraqlı gəlir. Amma bulvarın da öz xüsusi bir zövq verir ki, insana səhər tezdən günəşi qarşılayaraq, təmiz hava, belə yaşıllıqla əhatəli daha maraqlı olur. Aha, bax yaxşı. Belə gündəlik istifadə edirsiniz velosiped yoxsa? Təbii ki, gündəlik çalışıram. Ərzində bir dəfə. Velosiped mənim həyat tərzim. Gündəlik çalışıram ki, velosipeddən istifadə edim. Müəyyən vaxt olur ki, avtomobildən istifadə etmə məcburiyyətində qalıram və o vaxtda mən əgər tıxaca düşürəmsə, maşını müəyyən yerə park edirəm və velosipedimi götürüb yenidən davam edirəm. Mənim üçün də problem odur ki, yəni sonra maşını oradan gedib götürmək. Velosipedin üstünlüyü odur ki, parklanma xərci yoxdur. Bəli, həm zamana qənaət eləmiş oluruq. Yəni istədiyimiz məkana daha rahat çatıram, cibimə qənaət edirəm. Eyni zamanda sağlamlıqdır. Təkcə sağlamlıq bizim üçün deyil. Yəni velosiped sürdüyümüz zaman beyində neyron vasitəsilə xoşbəxtlik, endorfin, serotonin ifraz olunduğu üçün biz özümüzü xoşbəxt hiss edirik və avtomatik olaraq biz xoşbəxt olduğumuz zaman ətrafımızda olan insanları, iş yerimizdə olan iş yoldaşlarımızı, ailəmizdə olan ailə üzvlərində xoşbəxt etmiş oluruq. Yəni hər hansısa bir məsələ ilə qarşılaşanda, problem yaşadığımız zaman, velosiped sürdüyümüz zaman o problemin çıxış yollarını bir neçə şaxəli tapırıq. Amma ofis şəraitində, təbii ki, indi hamı ofis şəraitində işləyir, gərgin iş olur, üstə gəldə o işdən çıxıb nəqliyyatla gəlirik və tıxac yaranır, üstünə biraz da gərginlik yaranır və həmin problemin çözümü çətin olur. Amma səhər tezdən belə xoş əhval-ruhiyyə ilə velosipedlə işə gəldiyimiz zaman o işdə qarşılaşdığımız problem, hər hansısa çətinlik bizim gözümüzə görükmür. Əziz xanımlar, indi isə Səhər xanım velosipedə ilk başlayanda nəyə diqqət eləməyə lazımdır? Necə sürməyə lazımdır? Ümumiyyətlə, velosipedi öyrənmək üçün hansı xüsusi tapşırıqları yerinə yetirməyə lazımdır? O haqda sizə məlumat verəcək. İlk növbədə nədən başlamaq lazımdır? İlk növbədə bizim təhlükəsizliyimiz vacibdir. Çünki biz velosipedi idarə etməyə bilmirik deyə hər hansısa bir qəza şəraitinə qarşılaşa bilərik və yaxud da yıxıla bilərik. Bu zaman onun qarşısı alınması üçün mütləq şəkildə təhlükəsizlik vasitələri istifadə etməliyik. Təhlükəsizlik vasitələri dedikdə nədir? İlk öncə bu əlcək nəzərdə tutulur. Nə üçün? Çünki bilirsiniz ki, hava yayda isti olur, tərləyirik, əlimiz sükandan sürüşə bilər. Və yaxud da yıxılan biz əlimizi yerə atırıq ki, özümüzü saxlayaq. Və bunun içində xüsusi gellər olduğu üçün o bizim əlimizin için qoruyur. Yəni, əlcək mütləq şəkildə lazımdır. Bütün istər yayda, istər qışda, bütün hava şəraitində əlcəkdən istifadə etmək mütləqdir. Birinci növbədə əlcək. Əlcək. Sonra isə bizim dəbilqəmiz vacibdir. Nə üçün? Çünki hər hansısa bir zərbə aldığımız zaman bizim başımız arxaya dəyər. Yəni, yıxıldığımız zaman ilk başımız dəyəcək yerə. Avtomobillərdə təhlükəsizlik kəməri nə qədər əhəmiyyətli və vacibdirsə, velosipeddə də dəbilqə bir o qədər əhəmiyyətli və vacibdir. Yəni, dəbilqədən istifadə etmək mütləq şəkildə ən vacib dəbilqədir velosiped sürdüyümüz zaman. Və dəbilqənin arxasında zamanında qoruyacaq bizi. Bəli, %100 bizi qoruyur. Təzə başlayanlar üçün məncə çox əhəmiyyətli və vacib bir aksesuardır. Bəli, mütləq şəkildə. Dəbilqənin arxa hissəsində belə bir qurğu var ki, bu qurğu vasitəsilə bunu biz öz baş ölçümüzə uyğun təyin edə bilirik. Biz bununla böyüdürük, bəli, bu şəkildə başımıza uyğun tənzimlirik. Dəbilqəni bu şəkildə başımıza taxırıq və bunun qaydalarına mütləq riayət etməliyik. Nə üçün? Dəbilqə bu formada olduğu halda biz önümüzü rahatlıqla görə bilmirik. Bu bizim önümüzü kəsir. Belə olduğu halda isə, yəni biz yıxıldığımız zaman alnımız dəyib zədə ala bilər. Yəni dəbilqə bu şəkildə gözümüzlə, qaşımızla 2 barmaq və yaxud da 1 barmaq məsafədə olmalıdır ki, bizim həm alnımızı zədədən qorusun, həm də rahat şəkildə biz önümüzü görə bilək. Yəni, bu arxadan da bu xüsusi qurğu vasitəsilə dəbilqəni biz bu şəkildə başımıza yerləşdiririk. Yəni, çox sıxmamaq şərti ilə ki, başımıza ağrı verməsin və çox da boş olmasın. Yəni, dəbilqə bu formada başda yerlənməli deyil. Tam başımıza oturmalıdır və rahat şəkildə başımızı incitməyəcək şəkildə biz təyin etməliyik. Və bizim bu hissədə
bizi yəni narahat etməsin deyə, boğmasın deyə bu şəkildə özümüzə uyğun tənzimləyirik. Yəni ki, rahat olsun. Buradan biz bunu belə çox sıxsaq, nəfəs almağa imkan verməyəcək. Amma görürsünüz, bax, buradan belə bir barmaq kimi məsafə və rahatdır. Yəni bizim boğmağa qoymur da, rahat olur. Bu belə. Dəbilqəni düzgün istifadə qaydasını Səhər xanım təqdim elədi. Quruluş olaraq həm arxa tərəfdən, həm ön tərəfdən və bir də bu kəmərlərin düzgün tənzimlənmə qaydasını Səhər xanım göstərdi. Biz bunu boş eləsək, sürdüyümüz zaman bu boşalıb arxaya gedə bilər, başımızdan çıxa bilər. Yəni qəza anında başımızdan buradan açılıb çıxa bilər. Amma biz bunu tam rahat təyin etməliyik ki, yəni arxaya olaq ki, bəli, tam formada hazırdır və bizim başımızı qoruyacaq. Əlcək və dəbilqəni öyrəndik. İndi növbəti nəyi bilməliyik? Növbəti aksesuarımız eynəkdir. Bilirsiniz ki, yəni yağışlı və küləkli havalarda eynək vacibdir. Bakı elə bir şəhərdir ki, hər daim külək var. İstər yayda, istər qışda. Yəni bu eynəklər bizim gözümüzü küləkdən qoruyur. Hansı ki, bizim velosiped sürdüyümüz zaman zaten o hərəkət edərək deyə küləyin sürəti biraz artır və göz dibində göz quruması baş verə bilər. Bu da göz xəstəliklərinin yaranmasına səbəb ola bilər. Ümumilikdə velosiped gözə də çox müsbət təsiri var. Çünki velosiped sürdüyümüz zaman yaxın və uzaq məsafələrə baxırıq deyə gözümüzlə idman eləmiş olur. Amma eynəklər mütləq şəkildə lazımdır ki, göz quruması yaranmasın. Eynəklər də fəsildən asılı olaraq dəyişir. Soyuq havalarda bilirsiniz ki, qış fəslində hava daha çox tutqun olur, boz olur deyə, günəşli günlərin sayı az olur deyə belə əlvan rəngli eynəklərdən istifadə etmək lazımdır. Yay aylarında isə əksinə daha tünd eynəklərdən istifadə etmək lazımdır ki, günəşin şüalarının bizim gözümüzə təsir etməsin. Mane olmasın. Rahat velosipeddən istifadə etmək üçün eynəklərdən istifadə etmək lazımdır. Mən özüm də sürərkən həm eynəkdən, əlcəkdən, dəbilqədən istifadə edirəm. Bəli. Axşam tərəfi sürəndə şəffaf eynəkdən istifadə edirəm. Çünki həm tozu qarşısını alır, həm də rahat görə bilirəm. Çünki artıq tünd eynəyə ehtiyac qalmır. Amma işıqlı, günəşli havalarda isə qeyd elədiyim kimi tünd eynəklərdən istifadə edirəm. Balansı qurmaq üçün ilk növbədə nə etməliyik? İlk növbədə oturacağı öz boyumuza uyğun, rahat təyin etməliyik ki, üzərinə əyləşdiyimiz zaman ayaqlarımız yerə rahatlıqla çata bilsin. Sonra isə əyləci sıxaraq velosipedin üzərinə əyləşirik. Və velosiped sürdüyümüz zaman eyni vaxtda 3 hərəkət etmək lazımdır. Balansı saxlamaq, pedalı fırlatmaq və rolu idarə etmək. Yəni bu da sükanı idarə etmək. Bu da yeni başlayanlar üçün çətin olduğu üçün ilk növbədə velosipedin üzərində bu qaydada getmək lazımdır ki, balansı rahatlıqla öyrənə bilək. Ayaq forması bu cür olmalıdır. Bəli, ayaqlar bu formada olmalıdır ki, rahat şəkildə biz bunu idarə edək. Bu şəkildə getdikdən sonra balansı tuturuq və növbəti addım artıq bizim ayaqlarımız havada daha çox rahat qalır. Bu şəkildə getdik və balansı artıq tutmağa başlayırıq. Növbəti addım ayağımızı pedala atırıq və belə bu qədər tez öyrənə bilərik? Bəli, sadəcə olaraq özünə inanmaq lazımdır. Sadəcə olaraq özünə inanmaq lazımdır və velosipedi hiss etmək lazımdır. Təbii ki, bu proses hər kəsdə belə qısa müddətdə alınmaya bilər. Uğurlu nəticə olmur. Yox, nəticə olaraq uğurlu olur. Sadəcə olaraq elə insan var ki, bu formada 1 saat məşq eləyə bilər, elə insan var 5 saat məşq eləyə bilər. Yəni, hər kəsin zehni, bədən quruluşu fərdi olduğu üçün götürmə qabiliyyəti də fərdidir. Yəni, götürmə qabiliyyətinə asılı olaraq insanlar rahatlıqla, yıxılmayaraq özləri velosiped sürməyə öyrənə bilər. Ən tez nə qədər müddətə velosiped sürməyə öyrənə bilən bir tələbəyə rast gəlmişsiniz? Yəni 1 saata rahatlıqla, hətta 20 dəqiqəyə rahatlıqla öyrənən tələbəm olub. Sevgi xanım var idi, 58 yaşında və 20 dəqiqəyə o mənə dedi ki, qızım, mənə izah et, bunu necə eləyə bilərəm. Mən bu formada ona izah elədim. 20 dəqiqə sonra artıq rahatlıqla sürməyə bacardı. Amma Sevgi xanımın övladı var idi, qızı. O 5 dəfəyə cəhd edəndən sonra 5-ci dərsdə öyrəndi. Yəni bu fərqlidir. Hər kəsdə götürmə qabiliyyətinə asılı olaraq fərqlidir. Deməli, biz birinci növbədə oturacağı elə tənzimləməliyik ki, ayağımız yerə çatsın və ya o balaca uşaqlar necə ki sürürdülər o formada balansı saxlamaq üçün
addımlamalıyıq. Bəli. Xanımlara təklifiniz nədir? Biz də istəyirik ki, xanım velosipedçilərin sayı çoxalsın. Veloekstrem verilişinin məqsədi də odur ki, sağlam həyat tərzini təbliğ eləyirik, idmanın kütləviliyinin artırılmasını istəyirik və xanımlara məsləhətin, təklifin nədir? Xanımlara məsləhət görərdim ki, həyat çox gözəldir və velosiped sürərək 2 təkər üzərində azadlıq hissini yaşamaq daha gözəldir. Mən istəyərdim ki, bütün xanımlar 2 təkər üzərində azadlıq hissini yaşasınlar. Əziz dostlar, 2 təkər üzərində hərəkət eləyərək sağlam qalaq. Növbəti Veloekstremdə görüşmək ümidi ilə. Hələlik.